Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Milli Məclisin bugün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında qanun layihəsi 3-cü oxunuşda qəbul edilib. Xəbərə doğru xəbər verir ki, layihədə növbəti ildə fondun həm gəlir, həm xərc hissəsi 6 milyard 263 milyon 970 min manat məbləğində nəzərdə tutulub. Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, 50-yə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq 3-cü oxunuşda qəbul olunub.